Güllə səsi ilə susturulan son toyun 30 il sonra cuşa gələn çalçağırı. Təsəvvür edin ki, toy qazanlarının ağzı nəmərlə açılır və ilk pay postda duran əsgərlərə aparılır, özünü müdafiə batalyonlarına. Toy mağarına dəstə-dəstə əsgərlər gəlir. Çiynində silahı, əynində döyüş paltarı, rəqs edirlər. Bir anlıq müharibənin tən ortasında olduqlarını unudurlar. Toyun padşahı əlindəki çubuqla baxmır, əsgərdir, komandirdir. Kim şuluq saldısa, çubuqla ayaqlarına vurub məclisi səliqəyə salır. Digəri isə şirniyyat, konfet dolu qabdan ovuc-ovuc götürüb əzizlərinin başına tökür. Uşaqlar göydən düşmə şirniyyatları yığmaq üçün yarışa çıxır. Sarı köynək səsləndiyi anda toy yarımçıq qalır. Erməni işğalçıları Xocalıya raketlər yağdırmağa başlayır. Tarix isə 1992-ci ilin yanvarın 18-ni göstərir. Şakir! Evdə nə var oğlu öldü? Так, faytonu kim var? Dünən 12 mart 2025-ci il tarixində Nizami Kino Mərkəzində Xocalı Son Toy filminin təqdimat mərasimi keçirildi. Film Qlobal Media Qrupun və Report İnformasiya Agentliyinin birgə layihəsidir və bu birliyin ilk işi deyil. Bundan əvvəl biz Parabüzən filmində komandanın Qarabağ mövzusuna olduqca həssas yanaşmasına şahid olmuşduq. Hər iki filmdə tamaşaçı hər kadrda film qəhrəmanlarının ağrısını, kədərini, xiffətini və ən vacibi, səmimi duasını eşidir. Mənə görə Azərbaycan xalqı bu baxımdan olduqca unikaldır. Yaşadığı müsibətlərə, verdiyi qurbanlara baxmayaraq, sonunda Allaha şükür etməkdə özünü borclu bilir. Bəlkə də elə bu dualar 30 il sonra övladını, valideynini, əzizini şəhid verən insanların yenidən başqaları üçün xarabalıq olan, onun üçün vətən olan torpağa qayıtmasına vəsilə oldu. Bəlkə elə bu hadisələr Azərbaycan xalqı üçün Allahın sınağı idi. Xocalı Son Toy filmində Dürdanə gəlin öz gəncliyindən, yarımçıq qalan toyundan, arzu və diləklərindən danışır. Deyir ki, onu evinə gəlin gətirəndə qapıda qaynatası ilə qaynanası onu bəylə qapıda qarşılayır. Amma Dürdanə gəlin evə keçmir. Qaynatasından nəmər gözləyir. Sən demə Qarabağda belə bir adət varmış. Qaynata da deyir ki, evi bağışladım sənə a gəlin. Bundan sonra bəylə gəlin evə daxil olur. Bu epizod filmdə o qədər səmimi və isti ifadə olunub ki, bir anlıq özünü 1992-ci ildə Xocalıda, Qarabağlıların toyunda hiss edirsən. Bəlkə də sizə qəribə gələcək, amma mən filmi izlədikcə havada gəzişən barıt qoxusunu belə hiss etdim. Filmdə sanki iki paralel dünya var. Hər dünya da öz sürəti ilə hərəkət edir. Bir tərəfdən erməni işğalçıları ilə mübarizə aparan kişilər postda gecə-gündüz keşik çəkir, digər tərəfdən qadınlar bütün kəndi, obanı gəzib gəlin üçün xonça tuturlar. Gecə lampa işığında xonçaları bəzəyir, sanki arzu diləklərini qırmızı atlas lentlərlə bəzəyirlər. Müharibə dəhşətinin içində ümidlərini toya büsata bağlayırlar. Filmdə həm hadisə şahidlərinin xatirələri öz dillərindən ifadə olunub, həm hadisələrin bədii üslubda rekonstruksiyası göstərilib, həm də müharibə xronikasından istifadə olunub. Bu bədii həll filmin məna gücünü zənginləşdirməklə yanaşı, həm də tamaşaçıya hadisələri üç tərəfdən baxmağı təklif edir. Bir də qanlı qadalı, ölüm-diri mübarizəsini ifadə edən möhtəşəm musiqi. Balabanın hər nəfəsində səmaya ucalan duanın, niskilin, ümidin, acının ifadəsi. O musiqi ki, sanki ifaçının nəfəsindən qopub Dürdanənin yarımçıq arzularını Allaha aparır. Bu səs yalvarır, diz çökür, ondan imdad diləyir. Bu anda əslən Şuşalı olan beynəlxalq müsabiqələr laureatı Anar Vəlizadəyə alqış düşür. Gənc ifaçı vəzifəsinin öhdəsindən məharətlə gəlib və filmin ümumi xətti ilə bu ahəng yaradaraq musiqi tərtibatında zərgər dəqiqliyi ilə işləyən Xəzri Production-a və Fuad Hilalova böyük təşəkkür düşür. Onu da qeyd edim ki, filmdə rol alanlar da Report İnformasiya Agentliyinin əməkdaşlarıdır. Yəni kənardan heç kim yoxdur. Oradan bir sarı köynək sipariş ver. Baş üstə.
Düşünürəm ki, bugün qloballaşan dünyada insanların sosial mediada ömrünü keçirdiyi zamanda bu layihələr bizə hava su kimi lazımdır. Bu film bizə bir daha uzaq olmayan, keçmişimizlə bağlı hadisələrə başqa tərəfdən baxmağa vadar edir. Bir vaxtlar Bakının hər küncündən səslənən "Torpaqlarınızı qoyub gəlmisiniz" ifadəsinin necə də haqsız olmasını bu filmdə bir daha şahid oluruq. Xocalı sakinləri torpağını qoyub gəlməmiş, son anadək o torpaqların sahibi olduğunu ilk növbədə özünü sübut etmək üçün toyunu belə güllə altından keçirməkdən boyun qaçırmayıb. Filmin ərsəyə gəlməsində Qlobal Media Qrupun idarə heyətinin sədri Elnur Nazimoğlu Abdullayevin və filmin prodüseri Fuad Hüseynəliyevin əziyyəti danılmazdı. Onu da qeyd edim ki, Abdullayevlər ailəsi hələ 1993-cü ildə 1-ci Qarabağ müharibəsi dövründə Qarabağ həqiqətlərini dünyaya göstərmək üçün Fəryad filminin ərsəyə gəlməsində böyük rol oynayıblar. O ağır siyasi-iqtisadi dövrlərdə Nazim Abdullayev bu çətin işə qol qoyub ki, bu gün də biz Fəryadı izləyəndə real hadisə şahidlərini görürük. Filmdə güllələnmiş, soyuqdan donmuş Xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir. Aşot ne olub? Xocalı alındı. Ay Martin, çabuk bakayım. Hocalı Berna! Hocalı Berna! Görünən odur ki, həyatda heç nə təsadüfən olmur. Bugün biz Xocalıya qayıdıb yenidən toy büsatımızı qururuq. Bir zamanlar zorla qoparılmış vətənimizi bugün bağrımıza basırıq. Xocalı Son Toy bədii sənədli filminin finalında da buna şahidlik edirik. Düz 32 il sonra Dürdana ilə Vasifin toy qaldığı yerdən davam edir. Xocalının son toyu 32 il sonra Xocalının ilk toyuna çevrilir. Çalın! 32 ildir yarımçıq qalan Xocalının vağzalısını yenidən çalın. Çalın ki, bu dağlar bizim gəldiyimizi duysun. Bu torpaq bizim üstündə olduğumuzu anlasın. Bu vətən geri döndüyümüzü bilsin. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.